Salam əziz dostlar, növbəti videoda xoş gördünüz. Bu günləri sizə hər zaman insanları məcbur eləyən, məcbur buraxan bir duyğudan, aidiyyətlik duyğusundan danışacağım. İnsanlar hər zaman bir topluma, bir baxışa, bir-birinə aid olma ehtiyacı duyarlar. Nədir bu aidiyyətlik duyğusu? Təsəvvür edin, insanlar danışanda fikir verirsiniz, mən filan futbol klubunu seçirəm, mən Fenerbahçeliyim misal üçün. Burada Azərbaycanda məşhur ya da Qalatasaraylıyam, Türkiyə klublarım. Və yaxud biri deistəm deyir, biri nə bilim fərqli sözlər deyir. Çünki bir aid olmaq, bir topluma aid olmaq insana var olduğunu, gücünü göstərir, güc göstəricisi verir. Və bu sadəcə hər hansı bir toplum, məsələn dinlər belə insanlar üçün bir aidiyyətlik duyğusu ehtiyacından doğan bir ideyadır, bir düşüncə. Xristian, müsəlman və başqaları. İnsanlar niyə aid olmaq istəyirlər? Çünki aidiyyətlik duyğusu insanın tək olmadığını, yalnız olmadığını və onunla bərabər eyni düşüncədə olan insanın varlığı hissi verir ki, bu da insan üçün çox önəmli bir duyğudur. Çünki siz bu duyğuya sahib olduğunuz zaman rahatlama yaşayırsınız. Sizinlə eyni düşüncələr düşünən insanların varlığı sizə rahatlıq, huzur verir. Aidiyyətlik duyğusu eyni zamanda insan üçün bir seçim haqqıdır. Yəni insanların da bir-birinə aid olması, bir ailəyə aid olması, bir evə aid olması, bir ölkəyə aid olması da onun kimliyini, təyinini, bir-biri üçün statusunu da təyin edir. Yaxşı, bəs biz bu aidiyyətlik duyğusunu qarışdıranda nə baş verir? Bu qarışdıranda böyük bir xaos çıxır. Və o xaos insan beyninin ən böyük düşmənlərindən biri, insan psixikasının ən böyük düşmənlərindən biri. Fikir vermişsiniz, psixi pozuntusu olan insanlar, psixoloji narahatlıq keçirən insanlar hara aid olduğumu bilmirəm, aidiyyətlik duyğumu itirmişəm. Nə yerə göyə sığıram, nə göyə sığıram deyə bir fikirlər daha çox səslənir. Ətrafınıza baxın, depressiya nəzərə çəkən insanlar, psixoloji narahatlıq keçirən insanlar həmişə bu sözləri. Məsələn, panik atak keçirən insanlar sıxılırlar, bir yerə aid ola bilmirlər və onlara darlıq gəlir deyə panik atak keçirirlər. Ona görə də dostlar, aidiyyətlik duyğusu çox önəmli duyğudur və hər zaman aid olduğunuz qurumu, aid olduğunuz ailəni, aid olduğunuz toplumu, aid olduğunuz ideyanı hər zaman öz içinizdə bir dəqiqləşdirin. Çünki o dəqiqləşdirmə sizə müəyyən mənada huzur və güc, eyni zamanda psixoloji sağlamlığın əsas təməllərindən birini verəcək. Ona görə də aidiyyətlik duyğusunu mütləq şəkildə özünüz üçün önəmsəyin. Bu duyğu tək insandan başlayaraq bütün dünyanı belə əhatə edə bilir. Ona görə də dostlar, aidiyyətlik duyğusunu önəmsəyin və özünüz haqqında bir neçə suallara cavab verin. Necə bir ailəyə sahibsiniz? Necə bir insana aidsiniz? Necə bir topluma aidsiniz? Necə bir ideya sizi özünə çəkir və hansı bir ideyaya aid olan topluma aidsiniz? Bunları özünüzdə nə qədər çox dəqiqləşdirsə, bir o qədər daxili xaosunuz azalmış və bir o qədər daha huzurlu və güclü olacaqsınız.